27 sentyabr səhəri Azərbaycan xalqı günə müharibə xəbəri ilə başladı. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks hücum əməliyyatlarına başlamışdı. Müdafiə Nazirliyi məlumat yaydı. Səhər saat 6 radələrindən Azərbaycan ordusunun mövqeləri, yaşayış məntəqələri, iri çaplı silahlar, minatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulub. Saat 12 radələrində Prezident İlham Əliyev xalqa müraciət etdi. Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq. Azərbaycan ordusu hal-hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələrin nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıbdır. Bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Günorta saatlarında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etdi. Qardaş ölkənin dövlət başçısı Türkiyənin həmişə olduğu kimi bugün də Azərbaycanın yanında olduğunu vurğuladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Prezident Ali Baş Komandan İlham Əliyev Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşısının alınması ilə bağlı verdiyi göstərişlər əsasında Azərbaycan ordusunun geniş miqyaslı əks hücum əməliyyatına başladığını elan etdi. Azərbaycan ordusu uğurlu əks hücum əməliyyatı nəticəsində düşmənin ön xəttini yarmışdı. Altı kəndin Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd işğaldan azad olunmuşdu. Saat 18:30 radələrində Müdafiə Nazirliyi cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması barədə məlumat yaydı. Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəklik